Salam əziz və dəyərli abituriyentlərimiz, xoş gördük hər birinizi. Mən ingilis dili müəlliminiz Çınarə müəllim. Bugün sizlərə toplu səhifəsindən testlərin, bir neçə testin sizlərə izahını təqdim edəcəm. Gəlin baxaq. Əvvəlcə düzgün variantımız nə üçün düzgündür, digər variantlarımız nə üçün yanlışdır. Saysız hesabsız testlər işləyə bilərsiniz, ancaq testi keyfiyyətli işləmək lazımdır. Bir kitabın testini keyfiyyətli şəkildə bütün detalları ilə işləsəniz, düşünürəm ki, imtahan qrammatikasını səhvsiz yazmaq şansını əldə edə bilərsiniz. İlk öncə gələk A bəndimizə. A bəndimizdə bizdən mürəkkəb isimləri istəyir. Yəni compound nouns mürəkkəb isimlərdir. A variantını götürə bilmirik. Niyə? Çünki burada A variantında ment bizim şəkilçimizdir. Ona görə də A variantımız yanlışdır. Yenə B variantını götürə bilmirik. Çünki burada ment bizim şəkilçimizdir. Yenə B variantımız yanlışdır. Compound nouns mürəkkəb isimlərdir. C variantını götürə bilmirik. Çünki ment bizim şəkilçimizdir. Bu da getdi. Təbii ki, D variantımız doğrudur. Toothbrush sözü diş fırçası, motherland sözü ana vətən deməkdir. Burada tooth bir söz, brush bir söz, mother bir söz, land bir sözdür. Y variantımız ona görə yanlışdır ki, Y variantında hood isim düzəldən şəkilçidir. Keçdik ikinci testimizə. İkinci testimizdə bizdən mürəkkəb isimləri istəyir. Leadership rəhbərlik deməkdir. Rəhbərlik düzəltmədir. Information, tion burada gördüyünüz üzrə şəkilçidir, getdi. Burada movementdə ment şəkilçidir, getdi. Doğru variantımız D bəndidir. Seaside, air, mail. Seaside iki sözdən ibarətdir. C1, side 1, air iki sözdən ibarətdir. Air 1, mail 1 sözləri mürəkkəb isimləri əmələ gətirmişdir. Anniversary isə burada air-y isim düzəldən şəkilçidir. 2-də doğru bəndimiz D variantıdır. Keçdik üçüncü testimizə. Yenə bizdən compound nouns mürəkkəb isimləri istəyir. Burada A variantımız doğrudur. Spaceship mürəkkəbdir. Seaport mürəkkəbdir. Basketbol mürəkkəbdir. Spaceshipdə space bir söz, ship bir söz. Seaportda sea bir söz, port bir söz. Basketbolda basket bir söz, bol bir sözdür. Doğru variantımız A bəndidir. Keçdik dördüncü testimizə. Dördüncü testimizdə bizdən mürəkkəb isimləri istəyir. Statesman mürəkkəbdir. 2 sözdən, playground mürəkkəbdir 2 sözdən, sightseeing mürəkkəbdir 2 sözdən. B variantında diş sadə sözdür. C-də foreigner düzəltmədir, er şəkilçisi var. D-də people sözü sadədir. Y-də isə translation sözündə tion şəkilçidir. 5-ci testimizdə bizdən mürəkkəb isimləri istəyir. Tion şəkilçidir, getdi. Hamısı mürəkkəb olanlar dom şəkilçidir. Getdi təbii ki. Caesar sadədir, getdi. Grass sadədir, getdi. Y bəndimiz doğrudur. Sewing machine tikiş maşını. Policeman, yəni kişi polis. Snowdrop isə qar topası. Deməli, bu qar dənəciyi mürəkkəb isimdir. 6-da derivative nouns. Derivative nouns düzəltmə isimdir. A bəndində ment şəkilçidir, getdi. B bəndində ment şəkilçidir, getdi. C variantında sən sadədir, getdi. Bizə hamısı düzəltmə olan lazım olacaq. Bir dəqiqə. Hamısı düzəltmə olan bizim burada B variantımızdır. Burada ment şəkilçidir, ship şəkilçidir, realizmdə isim şəkilçidir. Yəni bizim B variantımız doğrudur. C-də sand sadədir, getdi. D-də chair sadədir, getdi. Y-də stop sadədir, getdi. A-da leg sadədir, getdi. 7. Choose the nouns. Choose the nouns nə deməkdir? Yəni siz isimlərin cərgəsini seçin. Number rəqəm sözü isimdir. Leader rəhbər sözü isimdir. Gardener bağban sözü isimdir. Yəni 1, 5, 6. Doğru variantımız 7-də olacaqdır. A bəndi.
İkini götürə bilmirik. Never heç zaman bu zaman zərfidir. Other digər bu əvəzlikdir. Neither isə inkar ədatı, inkar əvəzliyi kimi gedə bilər. 8-də bizdən sadə isimləri istəyir. Aha, bütün isimlər sadə olmalıdır. Developmentdə min şəkilçidir, getdi. Hunter'da şəkilçidir, getdi. Doğru variantımız C bəndidir. Tree, log, camp. Deməli, baxın, D-də eggplant mürəkkəbdir, getdi. Y-də butterfly mürəkkəbdir, getdi. İndi bir şagird də desin ki, müəllim, bunlar hara getdi? Yəni, biz bu variantları çıxdıq. 9-da bizdən sadə isimlər istəyir. Doğru variantımız A bəndidir. Çalışıram ki, asta-asta, sakit, rəvan səslə sizlərə bunları izah edim. B variantında mushroom mürəkkəbdir, getdi. Schoolboy mürəkkəbdir, getdi. Bookcase mürəkkəbdir, getdi. Seaport mürəkkəbdir, getdi. Məndən hamısı sadələri istəyir. Symbol, simbol, tool, alət, voice isə səsdir. Yəni, bunlar sadə isimlərdir. 10-cu testdə bizdən mürəkkəb isimləri istəyir. Suitcase mürəkkəbdir 2 sözdən. Playground mürəkkəbdir 2 sözdən. A-da hood şəkilçidir, getdi. C-də dom şəkilçidir, getdi. D-də S şəkilçidir, getdi. Y-də heroizm isim şəkilçidir, getdi. 11-ci test bizdən mürəkkəb isimləri istəyir. Handwriting mürəkkəbdir. Handwriting, gentleman. Yəni, bunlar mürəkkəbdir. B variantında cruelty düzəltmədir, getdi. C-də performansda hansı şəkilçidir, getdi. D-də celebrationda Tion şəkilçidir, getdi. Y-də traditionda Tion şəkilçidir, getdi. 11-də doğru variantımız A bəndidir. Handwriting əl yazısı mürəkkəbdir. Gentleman, alicənab şəxs, gentleman, deməli bu mürəkkəb isimdir. 12-də choose nouns isimləri seçin. Bigger daha böyük, sifətin müqayisə dərəcəsidir. Larger daha geniş, sifətin müqayisə dərəcəsidir. Bizim burada doğru variantımız 2 və 4-dür. 2-də singer müğənni, leader rəhbər, düzəltmə isimlərdir. 13-cü testimizdə chosen nouns. ING şəkilçisi bildiyiniz kimi həm sifət, həm də feildən isim düzəldir. Interesting fiildən burada sifət düzəlib və during ərzində, müddətində söz önüdür, isim deyil. Təbii ki, doğru variantımız 2 və 4 olacaqdır. Build, tikmək, building, bina. Draw, şəkil çəkmək, drawing, rəsm əsəri. 13-də doğru variantımız 2 və 4-dür. 14-cü testimizdə bizdən isimləri istəyir. Friendly, mehriban sifətdir, 1 gedər. Fluent, səliqəli, səlis sifətdir, 2 də gedər. 3 və 4 doğru variantdır. Religion, din, luxury, cah-cəlal. Doğru variantımız bizim burada olacaq Y bəndi. Yəni, religion, din, luxury, cah-cəlal bunlar isimlərdir. 15-ci testimizdə choose a line of nouns bizdən isimləri istəyir. Practical, useful bunlar sifətdirlər. Personal, şəxsi bu sifətdir. Doğru variantımız burada olacaqdır. C bəndi. Shyness, utancaqlıq, freedom, azadlıq, brotherhood, qardaşlıq. D variantında passiv, fəal olmayan sifətdir. Y variantında indoor, outdoor bunlar zərfdirlər. 16-cı testimizdə bizdən isimlərin cərgəsini seçməyimizi istəyir. Famous, məşhur sifətdir. Difficult, çətin sifətdir. Lovely, sevimli sifətdir. Harmful, zədəli sifətdir. Bizdən isimləri istəyir. Neighborhood, qonşuluq, kingdom, krallıq, darkness, qaranlıq. Bunlar isimdirlər. Keçdik 17-ci testimizə. Gəlin yenə isimlərin cərgəsini seçək. Sweet, şirin sifətdir. C variantımız doğrudur. Silver, metal olaraq gümüş. Wall, divar, bench, skamya isimdir. B variantında hot, isti sifətdir. C variantında heavy, ağır sifətdir. Y variantında clean, təmiz sifətdir. 18-ci testimizdə bizdən isimlərin cərgəsini seçməyimizi istəyir. Beautiful, gözəl sifətdir. Long, uzun sifətdir. C bəndimiz doğrudur. Funny, gülməli,
sifətdir. White ağ sifətdir. Basket səbət, lesson dərs, çox təbaşir. Bunlar isimdir. 19-cu testimizdə isimlərin cərgəsini bizdən seçməyimizi istəyir. Thankful minnətdar sifətdir. B variantımız doğrudur. Story, environment. Story hekayə, environment ətraf mühit. D-də dangerous sifətdir. Yəni təhlükəli. D-də sleepless, yuxusuz sifətdir. Y-də lonely, yalnız sifətdir. 20-ci testimizdə mürəkkəb isimləri bizdən istəyir. Mürəkkəb isimlərimizdə don burada şəkilçidir. A variantı gedər. Friendshipdə ship şəkilçidir, dostluq. B variantı gedər. Dictate, diktə etmək, dictation imla, düzəltmə isimdir. C variantı gedər. Child uşaq, childhood uşaqlıq. C variantımız gedər. Doğru variantımız təbii ki, Y bəndi olacaqdır. Rain, yağış, raindrop, yağış damcısı. Table, qaşıq, table spoon, table stol, table spoon isə qaşıq deməkdir. Ona görə də tablespoon xörək qaşığı. Keçdik 25-ə, 21-ə. 21-də bizdən mürəkkəb isimləri istəyir. Habit sadədir. Playground oyun meydançası. Futbol mürəkkəbdir. Store mağaza sadədir. Attention diqqət düzəltmədir. Happiness xoşbəxtlik düzəltmədir. 22-ci testimizdə compound nouns, policy siyasət sadədir. Childhood uşaqlıq düzəltmədir. Və building düzəltmədir. Attraction düzəltmədir. Y variantımız doğrudur. Waterfall, şəlalə, stepfather, ögey ata. Bunlar mürəkkəb isimlərdir. 23-də bizdən isim düzəldən şəkilçiləri istəyir. A bəndimiz doğrudur. Sheep və hood. B variantında full və less sifət düzəldən şəkilçilər. C variantında able sifət düzəldən şəkilçi. Y variantında all sifət düzəldən şəkilçi. D variantında isə teen həm say düzəldir, həm də ly zərf düzəldir. 24-cü testimiz mürəkkəb isimləri bizdən istəyir. Postman, poçtalyon mürəkkəbdir. Seaport, dəniz limanı mürəkkəbdir. Countryside, kənd ətrafı mürəkkəbdir. 3, 4, 5. Freedom, azadlıq düzəltmədir. Dictate feilindən dictation ismi düzəlmişdir. 25-də choose a line of nouns. İsimləri seçin. Girl, qız, boy oğlan, toy oyuncaq. Bunlar isimdir axı. Old qoca sifətdir. Funny gülməli sifətdir. Clean təmiz sifətdir. Late gec sifətdir. Əziz və dəyərli abituriyentlər, izahı burada yekunlaşdırıram. Sağ olun, salamat qalın.